dəstur verir, 3 nəfəri bir yerdə öldürələr. Bir dənə xanım özün yetirir qəsrə və şaha deyir, gərək məni də onlarla öldürəsən. Niyə ki, onların biri mənim qardaşım, biri ərim, biri də oğlumdur. Şah ki, bu xanımın şücaətindən xoşu gəlir. Deyir, sənin o cəsarətiyən xatir, mən onların birini bağışlayacağım. Hər hansısın ki, sən intixab eləsən. Bu xanım çox fikirləşəndən sonra deyir, qardaşım. Şah təəccüb eləyir. Deyir, fikir elədim ki, sən oğlunu intixab elərsən, ya əriyin. Xanım dedi, çox fikirləşdim. Amma ona fikirləşdim ki, şayət ərim ola, şayət təzədən uşağım ola. Amma qardaşı Allah bir yol mənə verib, bir yolda əlimdən alacaq. Şah bu xanımın sözünə qulaq asa-asa dedi, kaş bu məmləkət mənim olmayaydı. Bu nökər, xədəmə, vəzir mənim olmayaydı. Amma yerinə sənət ay bir dənə vəfadar bacım olaydı. Mən, qardaşlar ay qardaşlar, yağış yağar, qar başlar, ölsə də bacı ölsün. Heç ölməsin qardaşlar.